bu hədis Peyğəmbər Salavatullahın İmam Əliyə nəsihətidir. İmama bir neçə nəsihəti var Peyğəmbərimizin, onlardan da biri bundan ibarətdir. Ey Əli, hər kəs bu 7 əmələ mükəmməl əməl edə bilsə, onun imanı kamilləşmişdir, yəni özünü kamil iman sahibi hesab edə bilər və cənnətin 8 qapıları taybatay onun üzünə açılacaqdır. Gəlin görək o 7 əməl hansıdır ki, Peyğəmbər onu imama tövsiyə edib. Buyurur ki, kim dəstəmazını gözəlləşdirsə, diqqət eləyin, demir dəstəmaz alsa, hamı dəstəmaz ala bilər. Deyir, kim dəstəmazını gözəlləşdirsə, dəstəmazı gözəlləşdirmək onun bütün batini və zahiri göstərişlərinə əməl etməkdir. Namazını gözəlləşdirsə, yenə demədi namaz qılsa, namazı gözəlləşdirsə, namaz halında gərək namazın əhvalına uyğun hal alasan, yoxsa özün məsciddə, başın başqa yerlərdədirsə, buna bir şey verməzlər. Mal dövlətinin zəkatını ödəsə, qəzəbini boğsa, dilini həbs etsə, demir nə danışıb, nə danışmasa. Lisan dil mənasındadır. Səcənə, sicin ərəblər həbsxanaya deyərlər. Sicunun həbsxanadır. Və səcənə lisanəhu, yəni dilini həbs etsə, qeybət, söyüş, iftira və s. şeylərdən çəkinsə və öz günahlarından istiğfar diləsə, Əstəğfirullah Rabbi və ətubu ileyh sözlərini çox işlətsə, Peyğəmbərinin, əhl-i beytinin nəsihətlərini dinləsə. Yəni, bu 7 əmələ kim düzgün şəkildə riayət edə bilsə, Peyğəmbərimiz buyurur ki, kamil mömin odur və cənnətin də bütün qapıları məhz onun üzünə açılacaqdır.